Allah Teala bu 10 günü, bu mövsümünü müşterek etmiştir. Yani kim ki həcce getməyə qadir deyil, acizdir və bu 10 gündə əməl edərək çoxlu savablar qazana bilir. Yəni evdə oturduğu halda, təsəvvür edə insan həccə gedə bilmir, amma evdə oturduğu halda cihada gedib qayıdandan daha üstün savablı əməllər etmiş olur. İbn Abbas radiyallahu anhumədən gələn rivayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Mə min əyyəmin el-amelus salihu fiha ahabbu ilallahi min hadihil əyyəm." Yəni günlər içərisində Allaha ən sevimli əməllərin edildiyi günlər bu 10 gündür. Yəni bundan daha əfsəl günlər yoxdur. Qalu ya Rasulullah vələl cihadu fi səbillah və soruşurlar ki, ey Allahın Rasulü, bəs Allah yolunda cihad necə? Qalə vələl cihadu fi səbillah. Hətta Allah yolunda cihad belə çatmır. İllə raculan xaraca bi nəfsi və məli thumma lam yerci min zalika bi şey. Yalnız o kişi istisnadır ki, malı ilə, canı ilə çıxır və qayıtmır. Yəni İbn Rəcəb rahimehullah deyir ki, və qad dəlle hadal hadis. Artıq bu hədis dəlalət etmişdir ki, bu 10 gündə edilən əməllər Allah Teala'ya günlər içərisində ən sevimli əməllərin edildiyi günlərdir. Əgər Allaha ən sevimlidirsə, Allah qatında daha da üstündür. Və izə kanəl amalu fi əyyamil aş afdal. Əgər 10 gündə edilən əməllər daha əfsəldirsə və Allaha daha sevimlidirsə, yəni ilin digər günlərində edilən əməllərdən saral amalu fi və in kana afdal min al-amal fi ghayri və in kana fadilan. Deməli bu deməkdir ki, özü özlüyündə fəziləti aşağı olan əməl o günlərdə edildiyi üçün digər fəzilətli əməllərdən üstün olur. Deməli, digər əməllər Allah yolunda cihadla müqayisədə daha aşağıdır. Amma bu günlərdə olduğu üçün ondan da üstün olur. Ona görə sual verirlər ki, ya Rasulullah, vələl cihad fi səbilillah. Yəni Allah yolunda cihad da buna çatmırmı? Hətta Allah yolunda cihad da çatmır. İllə raculan xaraca bi nəfsihi və məl. Yalnız o kişi istisnadır ki, canı ilə malı çıxır və qayıtmır. Yəni dünyasını dəyişir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm yəni bir cihadı istisna etdi. Xüsusi bir cihad, hansı ki o cihad 10 gündə edilən əməldən daha əfsəl olur. Amma yəni 10 gündə edilən əməllər cihadın digər növlərindən daha əfsəldir və Allaha daha sevimlidir. Və hədə yədullu, yəni bu çıxarılan gözəl bir faydadır. Ennel amel mafdul fil vaqtil fadil. Yəni özü özlüyündə fəziləti aşağı olan bir əməl fəzilətli günlərdə edildiyi üçün özü özlüyündə fəzilətli olan əməldən daha üstün olur. Nəyə görə? Orada olan savaba görə.